Salam, hər vaxtınız xeyir olsun. Bugün leksika bölməsi ilə bağlı yarıda qalan izahımızın arxasını davam edirik. Deməli, keçən səfər biz sizlərlə omonim, sinonim, antonim, çoxmənalı, təkmənalı, sonrasında həqiqi məna, məcazi məna, leksik məna, qrammatik məna və sair bu bölmələr haqqında danışdıq. Bu gün isə danışacağımız bölmələr ümumiləş sözlər, ümumiləş olmayan sözlər, ümumiləş olmayan sözlərin daxili tərkibləri və sair bu bölmələr haqqında danışaq. Ümumiləş olan sözlər nədir? Ümum, işlək. Ümumiləş olan deyəndə, yəni ümum işlək, mənası hamı tərəfindən anlaşılan və nitqdə fəal işlədilən sözlər ümumiləş söz adlanır. Yəni gündəlik istifadə etdiyimiz və hər kəs tərəfindən başa düşülən sözlər ümumiləş sözlər adlanır. Lakin mənşəcə, ümumiləş sözlər mənşəcə həm milli, həm də alınma ola bilər. Ədəbi dilə yaxın olan sözlərdir. Sonra torpaq, su, buna məsələn misal çəkə bilərik. Su, nə bilim, torpaq, sonra vətən, azad və sair. Bu sözlər ümumiləş sözlər adlanır. Lakin hamı tərəfindən başa düşülməyən və anlaşılmayan sözlər var ki, bunlar da adlanır ümum işlək olmayan sözlər. Ümumiləş olmayan sözlər hansılardır? Terminlər, məlumat verəcəm. Dialektlər, sonra neologizmlər, yəni yeni sözlər. Sonra bir də köhnəlmiş sözlər, yəni bunu da tərkibinə parçalayacağıq. Aha, deməli ilk öncə terminlərdən başlayaq. Terminlər nədir? Terminlər müxtəlif elm sahələrinə, ixtisas və peşəyə aid olan sözlər terminlər adlanır. Terminlərin çoxu alınma mənşəlidir. Bu elm sahələrinə aid olur. Təbii ki, bunlar milli mənşəli o qədər də çox deyil, amma tam da desək ki, yoxdur, yalan olar bu da. Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Məsələn, elə söz var ki, bunlar məsələn bir neçə terminə misal gətirək. Məsələn, nə deyək? Riyaziyyatdan misal gətirək. Məsələn, vurma, bölmə, nə bilim, kökaltı ifadə. Riyaziyyatdan gətirirəm. Nə bilim, Azərbaycan dilindən gətirək. Ədat, modal söz, mübtəda. Yəni bu tipli elm sahələrinə aid olan və həmin sahədə olan insanların daha çox başa düşdüyü sözlər nə adlanacaq? Terminlər. Sonra dilimizdə elə sözlər var ki, bunlar məsələn mübtəda sözüdür, modal söz ifadəsidir, ədat sözdür. Bunlar da bəzi sözlər var ki, bunlardan başqa təbii ki, metafor var, kosinus var, da riyaziyyata aid olan sinus, kosinus, tangens və ya mübtəda, təyin, tamamlıq, zərflik, bu kimi ifadələr var ki, bunlar sadəcə termin olur. Yalnız termin kimi işlədilirlər. Lakin dilimizdə elə sözlər var ki, onlar həm termin kimi, həm də ümumiləş olan söz kimi işlədilir. Yəni həm bəzi insan hamı tərəfindən başa düşülür, yəni hamı tərəfindən işlədilən vəziyyətdə var o sözün və elə vəziyyətdə var ki, sadəcə termin kimi olur. Və bu sözlər öz daxilində omonim adlanırlar. Omonim sözlərdir. Məsələn, güc sözü. Bir, güc nə isim olaraq, bir də güc fizikadan olan bir əlamət kimi deyək də, fizika qanunu olaraq fizikadan gətirək. Sonra xəbər ifadəsi. Bir var nitq hissəsi, yəni cümlə üzvü. Bir də var kiməsə xəbər vermək. Nə xəbər? Yəni isim olan xəbər. Yəni bu formada. Sonra zərf ifadəsi var. Bir var məktub zərf mənasında. Belə məktub yazıram bilək deyə. Bir də var nitq hissəsi mənasında. Sifət ifadəsi var.
Sonra sifət ifadəsi də bir üz sima mənasında, bir də nitq hissəsi mənasında. Belə n yazım, özünüz başa düşəcəksiniz. Sonra e, buna bayaq məsələn təyin sözü də bu qrupa daxildir. Bayaq tələsikdən o birinin için də saymışam. Təyin ifadəsidir. Sonra say ifadəsidir. Say. Məsələn, bir var saymaq feil kimi, bir də say nitq hissəsi olaraq. Sonra bucaq sözüdür, kütlə sözüdür, enerjidir. Və sair belə sözlərimiz var ki, bunlar həm omonim sözlərdir. Yəni həm termin olur, həm termin, həm də ümumişlək. Deməli, belə sözlərimiz eyni zamanda necə sözlər adlanır? Omonim olur bu sözlər. Bunda qeyd edək, omonim olurlar. Sonra buradan keçək. Məncə başa düşdük burada. Qaranlıq qalan hansısa məqam olsa deyilər. Sonrasında elə anlayışlar var ki, terminlərin içində onları həm milli, həm də alınma terminlərlə ifadə etmək olar. Yəni məna qarşılıqları özü alınma söz olsa da, məna qarşılığı milli mənşəli söz ola bilər. Buna ədəbiyyatdan misal gətirəcəm. Metafor var ki, metafor milli mənşəli söz olaraq köçürmə deməkdir. Bunu həm metafor olaraq, həm köçürmə adı altında işlədir. Yəni metaforun mənası köçürmədir. Buna metonimiya da deyilə bilər, təşbeh ola bilər. Təşbeh də bənzətmə deməkdir. Bu formada sözlərimizin də, yəni alınma sözlərimiz, bunlar alınmadır. Bu mənada milli mənşəli mənaları var. Sonra keçək dialektizmə, dialektlər. Yalnız müəyyən dialektizm adını yazım. Dialektizm. Yalnız müəyyən bölgə və ərazilərə aid olan sözlər dialektlər adlanır. Dialektləri öyrənən elm dialektologiya adlanır. Dialekt sözlərinin ədəbi dildə qarşılığı olur. Yəni normal söz. Bilirsiniz necə? Bölgələrdə işlənən sözlər var ki, onlar artıq dialektlər adlanır. İndi bir neçəsini misal çəkəndə görəcəksiniz. Məsələn, bəzi yerlərdə doqqaz deyilir. Doqqaz. Bunun ədəbi dildə mənası küçə deməkdir. Məsələn, bizim doqqaza gəldi, yəni bizim küçəyə gəldi. Ondan sonra əppək bəzi kəndlərdə, məsələn, Gədəbəyin müxtəlif kəndlərində işlədilir bu söz, məsələn, əppək olaraq. Əppək. Amma elmi dildə adı nədir? Çörək. Bu olur nə? Dialekt. Ondan sonra var maş sözü. Maş. Bəzi yerlər maş deyir, amma elmi dildə adı lobiyadır. Ondan sonra məsələn, hər kəsin biləcəyi söz var. Hancarsan. Hancarı. Mənası necədir? Yəni necə? Necəsən? Hancarısan desə necəsən demək. Yəni mənası necə deməkdir. Ondan sonra anarıdır. Ən çox istifadə etdiklərimizdən də anarıdır. Bəzi yerlər buna anrı olaraq da deyir, amma anarı işlədilir də daha çox anarıdır. Yəni o tərəfə dur mənasında bunlar adlanır dialekt sözlər. Buna məsələn çox misal çəkə bilərik. Məsələn, düş sözü var yuxu kimi və sair. Yəni bunlar çoxdur. Elə dialekt sözlər də var ki, söz sənətkarı öz əsərində işlətdikdən sonra ümumiləşmiş sözə çevrilə bilər. Yəni elə sözlər var ki, şeirlərimizdə işlədilir və ondan sonra yavaş-yavaş bu sözlərimiz ümumiləşmiş vəziyyətə gəlib çıxa bilər. Elə bəzi sözlərimiz də var. Hamısı yox, bəziləri elədir. Sonra məsələn ulduzlar sayrışır deyir də. Sayrışırmaq. Məsələn deyir ulduzlar sayrışır. Yəni parlamaq mənasındadır. Bu formada işlədilir. Ondan sonra məsələn faraj deyilir.
Faraş. Özünüz biləcəksiniz məncə bunun mənasını. Faraş sözü hələ yetişməmiş, tez yetişən mənasında. Məsələn, bunu müxtəlif kənd toyuqlarına falan deyirlər, kəsmək olsun deyə tez yetişmiş mənasında işlədilir və sair bu formada olur. Sonra keçək köhnəlmiş sözlərə. Köhnəlmiş sözlər iki yerə bölünür. Bunu ilk öncə bilək. Bir var tarixizmlər, bir də var arxaizmlər. Tarixizm nədir? Tarixizm deməli keçmişdə tarixə keçmiş həyatda, yəni məişət tərzində bağlı olan dildən çıxmış, lakin köhnəlmiş sözü ilk öncə bunu deyək. Dildən çıxmış və istifadə olunmayan sözlər var. Ancaq bəziləri var ki, hal-hazırda ad olaraq işlədilir, mənası başqa olaraq işlədilir. Məsələn, bunlar daha çoxdur. Ondan sonra burada nə deyək? Tarixizm keçmişdə tarixlə bağlı olan sözlərdir. Məsələn, Abbası, o dövrdə pul vahidi idi. Ondan sonra kəndxuda, o vaxt artıq burada kəndlərdə başda duran insanlar idi. Sonra nə bilim darğa, mülkədar və sair tarixə aid olanlar tarixizmə aid adlanır. Arxaizmlər isə gündəlik məişət həyatı ilə bağlı olan sözlərdir ki, bunlar artıq arxaizm adlanır. Məsələn, us ağıl deməkdir. Sonra sayru var. Xəstə deməkdir. Ondan sonra damu cəhənnəm deməkdir. Belə yazmayayım. Bir neçə sözlə deyim. Əsən sağ-salamat deyil, əsən qal. Yəni sağ-salamat qal. Sonrasında tanıq var. Hə, baxırsan bu daha çox qarşınıza çıxacaq olan sözdür. Tanıq kesin köhnəlmiş sözdür. Tanıqdır. İndiki dövrdə şahid deyilir ona. Mən bu hadisəyə tanıq oldum. Keçmişdə deyilirdi. İndi şahid oldum. Kim deyilir? Ondan sonra İraq sözü var. Bu İraq olsun, İraq olsun deyirik özdən. Bu uzaq olsun deməkdir. Uzaq deməkdir. Bu da köhnəlmiş sözdür. Altun məsələn, altun. İndiki dövrdə nədir? Qızıl bu formada saxlanır. Sonra bəzi sözlərimiz var ki, ad qalıb arxaizmlərdən, lakin həmin sözün mənası dəyişib. Buna nəyi deyə bilərik? Arı sözünü məsələn. Arı. Arı sözü keçmişdə nə demək idi? Belə keçmiş yazın bura. Bir də indi. Hə. Keçmişdə təmiz demək idi. Təmiz. İndi həşəratdır. Ondan sonra ayaq sözü. Ayaq sözü keçmişdə badə, qədəh deməkdir. Qədəh. Amma indi bir bədən üzvümüzdür. Form adı qalıb, mənası dəyişib sadəcə olaraq. Sonra ağac sözü. Ağac sözü. Ağac sözü keçmişdə məsafə vahidi idi. Məsələn, 5 ağac getdi. Yəni metr, santimetr kimi məsafə vahidi idi. İndi ancaq bitkidir. Ağac yəni. Qapımızda olan ağac. Sonra don sözü. Keçmişdə maaş idi. Maaş, pul. 2 ayla yazdım. Amma indi paltar deməkdir. Don. Ondan sonra dəli sözü. Məsələn, daha çox istifadə olunanlardan biri bunu hamınız deyəcəksiniz. Koroğlunun 7777 dəlisi var idi. Koroğlunun 7 dəli sözü keçmişdə igid demək idi. Qoçaq, igid deməkdir. İndi ruhi xəstə, yəni ağıldan kəm mənasındadır. Bax, deməli o vaxt Koroğlunun olan o 7777 də dəlisi, yəni igidi var idi. Bu mənadadır. Sonrasında cümrah sözü var, kişi sözü var. Kişi sözü e, adam demək idi keçmiş dövrdə. İndi isə kişi cins mənasındadır. Yəni cins olaraq. Ondan sonra kəpənək yapınçı idi, indi həşəratdır. Uçmaq cənnət idi, indi dağılmaqdır. Yazı çöldür o vaxt.
İndi mətn yaz mənasındadır. Baxın, burada mətndə i yoxdur. Ha, bax, t-nə bir yanaş gəlib. Yəni, bu formalı sözlər var ki, bunlardır. Sonra bir şey də deyim, buradan qeyd olaraq götürərsiniz. Bəzi sözlərimiz var ki, həm dialekt, həm də arxaizm kimi işlənirlər. Həm dialekt, həm dialekt, həm arxaizm. Arxaizm kimi. Deməli, hansı sözlərdir bu sözlər? Hancarı, ondan sonra anarı, sonra əsrük, sonra e, duş və buna duş da deyilir. Mhm. Ondan sonra bəcid və sair belə sözlər var ki, bunlar həm dialekt, həm də arxaizm sözlər adlanır. Aha, indi keçirik əsas məqsədlərdən biri olan frazeoloji birləşməyə. Zəhmət olmasa nə yazmışıqsa hamısını qeyd olaraq götürün. Deməli, frazeoloji birləşmələr. Birləşmələr da B yazın belə bilir. Hə. Frazeoloji birləşmələr. Bütövlükdə bir leksik mənanı bildirən birləşmələr frazeoloji birləşmələr olur. İlk öncə bunu deyək. Birləşmə nədir? Birləşmə iki və daha artıq sözün birləşərək bir məna ifadə etməsidir. Birləşmələr iki yerə bölünəcək. Bir var sərbəst söz birləşmələri, bir də var sabit söz birləşmələri. Frazeoloji birləşmələr sabit söz birləşmələridir. Sabit. Yəni dəyişmir. Olduğu kimi qalacaqlar. Biz də bu günləri elə bax bu sabit söz birləşməsi haqqında danışaq. Sərbəst söz birləşməsi sonrakı mövzularımızdadır. Əsas olan buradır. Keçdik. Deməli, frazeoloji birləşmələrimiz tərkibcə dəyişməz olur. Yəni dəyişmir. Bax bunu testdə qarşımıza çıxacaq. Bunu dəyişdirdik, asılı əsas tərəfə böldük. Xeyr. Frazeoloji birləşmədə dəyişməz olur. Bax belə yazırıq. Dəyişməz. Dəyişməz olur frazeoloji birləşmələrimiz. Dildə hazır vəziyyətdə olur. Məsələn, bax məcazi məna bildirir. Bunu bir konkret bilək. Məcazi məna bildirir. Yəni frazeoloji birləşmə həqiqətən məcazilik bildirəcək. Necə? Məsələn, qulaq asmaq. Qulağı necə asa bilərik? Bir anormallıqdır da. Sonra başa düşmək. Başa necə düşə bilərik? Olacaq nə? Frazeoloji birləşmələr. Sonra frazeoloji birləşmələr dediyimiz kimi yalnız məcazi məna bildirəcək. Könlünü yatmaq. Məsələn, kimsə deyirsə məcazi məna bildirir. Bunu da qoy yazın bura. Buna qeyd olaraq yazın. Dəyişməz olur, məcazi məna bildirir. Sonra frazeoloji birləşmələr bütöv leksik vahiddir. Bütövdür. Yəni parçalanmaz. Tərəflər yoxdur. Məsələn, bunu bizə çaşdırmaq üçün verəcəklər ki, asılı tərəfində bu var, əsas tərəfində bu var. Parçalanmaz. Asılı, əsas yoxdur. Bax, bunu da qeyd olaraq yazın. Rəngləndə altdan xətt çəkin, bilin. Asılı, əsas yoxdur. Olmur burada. Ondan sonra formaca dəyişməz olur. Leksik formaca dəyişə bilər. Lakin leksik şəkilçi falan, yəni düzəltməlilik zad ola bilməz. Bu cəhətdən yazaq. Formaca dəyişə bilər. Formaca dəyişmək nədir? İndi onu da izah edəcəm, biləcəksiniz. Formaca dəyişmək, yəni qrammatik şəkilçi qəbul etmək məsələsidir. Qrammatik şəkilçi dəyişəcək də. E, başa düşmək yerinə başa düşdülər. Məsələn, belə olacaq da. Bunu qeyd edeyim. Formada dəyişmək deyəndə. Başa düşdülər. Məsələn, normalda başa düşdü, düzdür? Lar, lər artırılıb. Yəni burada artıq qrammatik şəkilçə əlavə edib. Formasını dəyişmək, qrammatik şəkilçə artırmaq deməkdir. Bunu da yadda saxlayaq. Ondan sonra formaca dəyişə bilər. Mhm.
Sonra əksəriyyəti bir sözlə qayıdıb qarşılıq olacaq. Bunların məsələn qarşılıqları olur. Əksəriyyəti bir sözlə olacaq. Məsələn, dilini saxlamaq. Qarşılığı nə olacaq? Susmaq. Bir sözlə verilir qarşılığı. Sonra bir nöqtəni əsas gətirim, yadda qalsın. Frazeoloji birləşmənin digər sözlərdə, sadə sözlər olduğu kimi omonimi, sinonimi və antonimi olur. Bəs necə olur? Hamısını bir-bir deyək. Frazeoloji birləşmənin omonimi də frazeoloji birləşmə olmalıdır. Sinonim də frazeoloji birləşmə olmalıdır. Antonim də frazeoloji birləşmə olmalıdır. Məsələn, belə bir şey götürək. Dilini saxlamaq yazmışsa bayaq elə. Onu da yazaq elə. Antonim üzərindən gətirirəm. Yox, elə sinonim üzərindən gətirəcəm. Dilini saxlamaq. Sonra bunun qabağını gətirib də yazacaq ki, sinonimi susmaqdır. Belə yazaq. Sinonimi susmaqdır. Xeyr. Dilini saxlamağın sinonimi də elə frazeoloji birləşmə olmalıdır. Susmaq sözü frazeoloji birləşmə deyil axı. Ona görə də yanlışdır. Qarşılığı da frazeoloji, yəni omonim də frazeoloji olmalıdır. Sinonimi də, antonimi də. İndi bir-bir misal çəkəcəyik. O zaman görüləcək. Mhm. Baxaq. İndi omonimlə misal çəkirəm. Can vermə ifadəsi. Can vermə ifadəsi omonim kimi deyilişi və yazılışı eyni, lakin mənası fərqli olacaq və hər ikisi də frazeoloji birləşmə olacaq. Məsələn, yağış susuz torpaqlara can verdi, yəni yaşatdı. Bir də deyirəm ki, o atasının qollarına can verdi, yəni öldü. Baxın, hər ikisində də birində yaşatmaq mənasındadır, birində ölmək mənasındadır. Amma hər ikisi də can vermək kimi yazılacaq. Məsələn, necə deyim, şair bu sözü ilə təbiətə can verdi. Məsələn, can verdi, yəni yaşatdı. Bir də var deyirəm ki, şair evində tək başına can verdi. Yəni öldü. Hər ikisinə can verməkdir, amma mənaları fərqlidir. Olur necə ifadə? Omonim frazeoloji birləşmə. Buna məsələn başqa sözlər də deyə bilərik. Üz vermək mənasında. Məsələn, üz vermək. Bir var, kiməsə üz vermək var, astar istəmək, sırtıqlıq mənasında. Bir sırtıqlı yazaq. Bir də üz vermək, hadisə baş verməsi mənasında. Məsələn, bu hadisə üz verdi. Belə bir hadisə üz verdi. Yəni baş vermədi. Baş vermək mənasında. Belə bir hadisə baş verdi mənasında. Bunlar olur necə? Omonim frazeoloji birləşmələr. Sonra sinonimlə keçək bunların. Deməli, sinonimi necə olacaq? Sinonimi də dediyimiz kimi frazeoloji birləşmə olmalıdır. Məsələn, sinonim yazın bura. Dil-dil ötmək. Mənası nədir? Çox danışmaq, düzdür? Sinonimi nə olacaq? Məsələn, dilotu yemək. Hər ikisi də gördüyünüz məcazi mənadadır. Hər ikisi də çox danışmaq deməkdir. Və olacaq nə? Sinonim frazeoloji birləşmə. Buna eyni qaydada gəlin elə bu dil-dil ötməkdən antonimini də gətirək. Antonimi. Dil-dil ötməyin antonimi nə olacaq? Antonimi. Ağzına su alıb oturmaq. Məsələn, bu dil-dil ötmək nə deməkdir? Çox danışmaq, amma ağzına su alıb oturmaq nədir? Sakit durmaq. Gördünüz, bir-birinin əksi oldu. Deməli, bunun da qarşılığı necə olmalıdır? Elə frazeoloji birləşmə olmalıdır. Sonra əgər mənalardan biri, bax bunu da diqqətə gətirək. Mənalarından biri, gətirdiyiniz mənalardan biri həqiqi, digəri məcazi məna olarsa, bu zaman bunlar omonim, sinonim, antonim, frazeoloji birləşim sayılmayacaq. Yəni hər ikisi də məcazi və frazeoloji olmalıdır. Bunu da diqqətə gətirək. Sonra
Buna məsələn bu dediyimə indi bir misal gətirim. Məsələn yola düşmə ifadəsi var. Yola düşmək. Yola düşmək ifadəsini bir var ki, top yola düşdü. Bir də var deyirəm ki, qonaqlar yola düşdü. Burada aradakı fərqə baxın. Topun yola düşməsi həqiqətən vardı. Əlinizlə oynadığınız top yola düşə bilər. Amma qonaqların yola düşməsi artıq hərəkət etmək mənasındadır. Və bunlar bu mənada omonim deyil. Belə də yazıram. Omonim deyil. Çünki bu məna həqiqidir. Bu ancaq məcazidədir. Bunun hər ikisə məcazidə olmalı idi ki, omonim olsun bu ifadə. Başa düşdük? Omonim deyil. Sonra başqa nə deyə bilərik? Sintaktik baxımından dedik ki, ayrılmırlar. Sadə bir cümlə üzvü olur. Frazeoloji birləşmələr əsasən feili xəbərə aid olur. Bunlar da qayda olaraq yadınızda saxlayın. Çünki bir neçə mövzudan sonra ehtiyacınız olacaq bunlara. Nə dedik? Ayrılmır, sadə olur, sadə cümlə üzvü olur. Ondan sonra əsasən feili xəbər, eləcə də başqa cümlə üzvləri vəzifəsində işlənə bilər, amma əsasən feili xəbər. Amma hamısı ola bilər, amma əsasən feili xəbər olur. Sonrasında başqa nə deyə bilərik buradan? Bəzi ifadələr var ki, bunlar da yazılsa qalanını deyim, hə. Bəzi ifadələr var ki, həm həqiqi, həm də məcazi mənada işlənilə bilər. Cümlədəki məzmununa əsasən həqiqi və məcazi ola bilər. Məsələn, gözü açılmaq ifadəsi var. Gözü açılmaq. Məsələn, deyirəm ki, o yatmışdı, gözü açıldı. Yuxudan, məsələn, həm həqiqi, həm məcazi fikirləşə bilərəm. Yatan adamın gözünün açılması həqiqidir, amma sanki bir qaranlığa düçar olmuşdu. Kimsə onu bir hansısa yola aparmış və birdən-birə gözü açıldı. Yəni, necə deyim, yalandan oyanmaq deyək də. Yalan yuxudan oyanmaq. Bu zaman artıq olacaq. Nə? Məcazi mənada. Ondan sonra bu ən bariz bir nümunə burnunun ucu göynəmək. Bir var ki, deyirəm ki, əlinin burnu hava ilə soyuq idi ki, əlinin burnunun ucu göynəyirdi. Məsələn, hava soyuq idi. Hava soyuq olanda əlinin burnunun ucu göynəyirdi. Bu həqiqidir artıq. Bir də var deyirəm ki, əli bacısından ayrı elə darıxırdı ki, burnunun ucu göynəyirdi. Artıq darıxmaq mənasında olacaq məcazi. Burada həqiqi. Çatdı. Ondan sonra belə ifadələr çoxdur. Məsələn, baş vurmaq, yerə salmaq, yanıb tökülmək, söz götürmək, dili qurmaq, ayağından çəkmək ifadəsi məsələn, kimisə bir var həqiqətən ayağından tutmaq, bir də var ki, geriyə düşsün deyə şər böhtan atıb geri düşməsini sağlamaq. Nə bilim, əldən düşmə ifadəsi var, axırına çıxmaq, yoldan çıxmaq, əlindən tutmaq. Bu tipli ifadələr var ki, həm həqiqi, həm məcazi mənada işlədir və bu mənaları omonim sayılmır. Bax, bunu da deyirəm, bu mənaları omonim sayılmır bir-birinə. Sonrasında bəzi ifadələrimiz var ki, o ifadələr omonim frazeoloji birləşmə sayılmır. Hansı ifadələrdir? Bunu diqqətlə yadda saxlayın. Frazeoloji deyil. Bax, belə yazıram. Frazeoloji deyil. Hansılardır? Kömək etmək, kömək etmək. Ondan sonra adam olmaq. Sonra yaza bilmək.
yaza bilmək, dərk etmək və sair. Bu tipli sözlərimiz var ki, bunlar frazeoloji birləşmə deyil. Həqiqi mənada işlənmiş nədir bunlar? Mürəkkəb feillərdir. Mürəkkəb feillərdir. Və bunu da diqqətinizə gətirim ki, bunlar ilkin mənasından uzaqlaşmamış sözlərdir. Ona görə bunlar frazeoloji birləşmə sayılırlar. Bəzi sözlər var ki, hansı sözlərdir onlar? Ol, et, bir də bil. Baxsaz, bayaqkı sözlər də bunlardan idi. Ol, et, bil kimi sözlər əsasən frazeoloji birləşmənin tərkibində işlənmir. Bax, əsasən deyirəm, ha, həmişə yox. Əsasən işlənmir frazeoloji birləşmənin içində. Amma ilkin mənalarından uzaqlaşdıqları zaman bu zaman işlənə bilirlər. Məsələn, bayaqdan dedik, adam olmaq ifadəsində frazeoloji birləşmə deyil. Amma ağlı başında olmaq bu mənada artıq frazeoloji birləşmədir. Məsələn, ağ olmaq, kiminsə üzünə ağ olmaq. Bax, bu mənada artıq ilkin mənadan uzaqlaşıb deyə bu ifadələr frazeoloji birləşmə sayılacaq. Dilini bilmək, məsələn, bilə aid, dilini bilmək. Bunlar frazeoloji birləşmə sayılırlar. Amma bir qayda ilə yadda saxlayaq ki, ol, et, bil əsasən işlənmir, lakin ilkin mənasından uzaqlaşdıqları zaman bu zaman frazeoloji birləşmə sayıla bilərlər. Ümumilikdə bu qədər uşaqlar. Nəsə bir sualımız olsa, baxarıq hamısına. Hı -hı. Dayandırmaqda hazırda problem yaşayırıq biraz. Hı. Üzr istəyirəm, biraz yəqin ki, sizin vaxtınızdan gedəcək belə.